Peyğəmbərlər isə gəliblər insanların üzərindən ağır yükləri və zəncirləri götürərlər. Gəliblər çirkinliyi ilə və çirkinliyi yayanlarla mübarizə apararlar, tağutlardan çəkinirərlər. İnsanları zülmətdən nura tərəf çıxardarlar. Nur, yəni ilahi rəhbərlərin bayrağı altında ilahi qanunların və insani dəyərlərin hakim olduğu cəmiyyət, həyat, yaşayış. Quran-Kərim buna həyat-ı təyyibə deyir. Həyat-ı təyyibə yəni pak həyat. Belə bir cəmiyyətdə insanların elmi inkişaf edər, insanların ruhi aramlığı olar. Yaşayışlarında əmniyyət olar, əsayiş içində olarlar. Həmin cəmiyyətdə şadlıq hakimi olar və insanların ağlı inkişaf edər. Belə olanda da insan vəhm, şəhvət və qəzəb qüvvələrinin əsarətində olmayacaq. İnsanda ağıl hakim olacaq. İnsan ağıl əsasında addım atacaq. Hədislərdə buyurulur, ağlın işi budur ki, onunla Allaha ibadət olunur və onunla behiş qazanılır. Peyğəmbərlər, ilahi rəhbərlər bəşəriyyətin, insanların belə bir həyat tərzi yaşaması üçün çalışıblar və mübarizə aparıblar. Bunun üçün də tağutlar həmişə ilahi rəhbərləri hədəfə alıblar, onları terror etməyə çalışıblar.